Tanış müğənni Roza Zərgərli Çeçenistanın prezidenti Ramzan Kadyrovla görüşü bu barədə müğənni öz Instagram səhifəsində məlumat verib. Çeçenistan Respublikasına və Çeçenistan Respublikasının rəhbəri Ramzan Akhmatoviç Kadyrova səmimi qarşılamalarına, incəsənətə dəstəyinə və Azərbaycan musiqisinə olan sevgilərinə görə səmimi qəlbdən minnətdaram. Bu mənim üçün böyük şərəf və xüsusi bir xəzinədir. Bu gözəl konsertin təşkilində bizə və komandamıza dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm. Səmimi qarşılama, səmimi hisslər və inanılmaz enerji üçün gözəl Çeçen tamaşaçılarına xüsusi təşəkkür edirəm. Sevginiz və dəstəyiniz bu axşamı həqiqətən unudulmaz etdi. Bizimlə olan hər kəsə təşəkkür edirəm. Növbəti görüşə qədər deyə müğənni yazıb. Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında ad günü ilə bağlı paylaşım edib. Aktrisa onu təbrik edən hər kəsə təşəkkürünü bildirib. Naibə Allahverdiyeva paylaşımında həyatın insanları müxtəlif sınaqlarla üzə qoyduğunu vurğulayaraq mərhəmətin qorunmasının ən böyük qələbə olduğunu qeyd edib. İnsan yaşad olduqca anlayır ki, həyat ən çox duyğusal insanların üzərində sınanır. Əbəs yerə demirlər ki, bu dünya sınaq dünyasıdır. Bəzən haqsızlıq bu dünyanın dəyişməyən qanunu kimi görünür. Ən dərin yorğunluqlar görünməyən savaşlardan qalır. Kiminin gülüşünün altında uşaqlıq yarası, kiminin susqunluğunun altında isə yarımçıq qalmış bir həyat yatır. Bütün bunlara baxmayaraq insan qəlbindəki mərhəməti qoruyub saxlaya bilirsə, deməli qalibdir. Çünki mərhəmətli qəlblər qaranlıqdan keçsə də qaranlığa çevrilmir. Bu dünyada insanı insan eləyən nə uğur, nə də gücdür. İnsanı insan eləyən qəlbinin sərtləşməməsidir. Allah bu mərhəməti qəlbimizdən almasın. Məni ad günü münasibəti ilə təbrik edən hər kəsə təşəkkür edirəm.